Onlar bu dəfə öyrənməyə yox, öyrətməyə gəldilər. Kiçik yaşlarına baxmayaraq böyük məsuliyyət daşıdılar. Həm ciddiyyət, həm də uşaq təbəssümü bir araya gəldi. Dost evi bir günlük balacaların təcrübə meydanına çevrildi. Bugün sizə mən xidmət göstərəcəm. Görünüşüm və yaşıma aldanmayın. Çox yaxşı mütəxəssisəm. Uzaqdan baxanda sanki hər birimiz belə deyir. Bir günlük də olsa böyüklərin yerinə keçən balacalar onlar kimi ciddi, köməksevər və işgüzar idilər. Burada özünə xidmət məsələsində təcrübəçi kimi fəaliyyət göstərirəm. Vətəndaşlara burada öz sənədlərini sistemə qeyd etmələri üçün köməklik göstərirəm və onlar da öz sənədlərini sistemə qeyd edirlər. Çətinlik olmadı? Buraya hardasa 6 ay müddətindədir ki, gəlirəm. 5-6 ay müddətində toxumacılıq və floristikada fəaliyyət göstərirəm. Yəni toxumacılıq və floristikada işləyirəm. Burada mənim işlərim də var. İnsanlar gəldi və mənə bəzi suallar verdi. Mən də onların suallarına cavab verdim. Mən Qarabağ Dost evində təlimlərə gedirəm. Şirniyyat bişirmək, rəssamlıq eləmək və mən o ikisini seçmişəm. Proses zamanı uşaqlar vətəndaş qəbulu, məşğulluq, əmək pensiyaları və digər sahələrdə müraciətləri cavablandırıblar. Layihə çərçivəsində Qarabağ Regional Dost Mərkəzinə gələn şəxslər üçün şöbədə hazırlanan əl işlərindən ibarət sərgidə təqdim olunub. Təşəbbüsün ilk dəfə keçirilir, belə bir layihə ilk dəfədir keçirilir və bu layihə çərçivəsində layihənin bizim benefisiarlarımızın üçün onların inkişafına müsbət təsiri olacağına inanırıq və bizim benefisiarlarımızın hal-hazırda bu layihədə iştirak etməsi gələcəkdə onların peşə istiqamətlərinin seçiminə də dəstək olacağına inanırıq. Qeyd edək ki, Qarabağ Dost evi şöbəsi Bərdədə yerləşən Qarabağ Regional Dost Mərkəzində fəaliyyət göstərir. Hazırda 16 nəfər müxtəlif təlim istiqamətləri üzrə yaradıcılıq potensialını təkmilləşdirərək peşə vərdişlərinə yiyələnirlər.